Salam, hər vaxtınız xeyir olsun, hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də AFA U13 liqasının həlledici oyunlarından biri keçirilir. Sumqayıt Təhsil qarşılaşacaq. Bugün Təhsilə qələbə havası kimi lazımdır ki, ən azı play-off vəsiqəni təmin etmək üçün Qarabağ vətən oyununu gözləməli olacaqlar. Bu haqda sizə daha sonra məlumat verəcəm. İndi isə hakimləri sizin diqqətinizə çatdıran Hüseyin Vəliyev və Ceyhun Hüseynovdur. Onlara da hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. Ümid edirik ki, bugün hər iki komandanın ifasında gözəl futbol izləyərək komandaların heyətləri ilə tanış olaq. İlk növbədə bizlərə qonaq komanda Təhsil göstərilib. Qapıda 1 Fərid Fərhadlı, 4 Murad Əhmədov, 5 Emir Əmirxanov, 6 Kənan Həsənli, 7 Cavid Allahverdi, 10 Tunar Sadıqzadə, 18 Əli Heydərli, 26 Məhəmməd Ümbəçzadə, 33 İsmail Ağayev, baş məşqçi Azər Cabbarovdur. Sumqayıtda 31 Qabil Həzizadə, 3 Kənan Həsənli, 5 Nizami Rüstəmli, komandanın kapitanı içəriyə ötürmə, qapıya zərbə və top qapıdan keçir. Sumqayıt futbolçuları görüşün ikinci dəqiqəsində artıq hesabı açırlar. Yunis Oruçzadə topu bu cür qapıdan keçirir. Sumqayıt komandasının heyəti sizlərə təqdim olunurdu. Golun təkrarı izləyirik. 11 nömrə Yunis topu bu cür qapıdan keçirir. 5 komandanın kapitanı Nizami Rüstəmli, 6 Hafiz Rəsulov, 7 Anar Vəlizadə, 8 İmran Seyid Balayev, 2 Əli Bəşirli, 9 Cavanşir Yusifli, 11 görüşdə vurulan golun müəllifi Yunis Oruçzadə, baş məşqçi Elşad Eyvazov. Dinli qayda pozulur. Nizami qaydana pozur bu epizodda. Təhlükəli nöqtədən Təhsil cərimə zərbəsi yerinə yetirəcək. Hesabı bərabərləşdirmək üçün gözəl imkan var. Görüşün 13-cü dəqiqəsi oynanır. Emir Əmirxanov topun gerisində olacaq. Emir bugün özündən 1 yaş böyüklərlə mübarizə aparır. 2013 təvəllüddür. Hakimlə işarəgəri Emir qapıya zərbə və top az fərqlə qapının yanından keçir. Təhlükəli zərbə izləyirik. Qabil topu irəli vurur. Seyid Balayev qapıya zərbə, Fərid yaxşı oynayır. İkincidən zərbə. Fərid Fərhadlı bu topun qarşısını kəsir. Turnir cədvəlindən Sumqayıt başçılıq edir. Artıq onlar play-off vəsiqəni təmin ediblər. Sumqayıt sabah Neftçi komandası artıq play-off mərhələyə vəsiqə qazanıblar. Ulduzun da şansları çox böyükdür. Sol cinaha doğru ötürmə etməyə çalışırdı Cavid. Əli ona qarşı mübarizə barı içəriyə doğru ötürmə, qapıya zərbə vurma. Halımır Emir topladı, alladığı hərəkətlərdən istifadə edir. Hakim bu epizodda davam işarəsi verir. Nizami topu irəli vurur. Yenidən Təhsil. Əli, Cavid və yerdə qalır Hakim. Bəli, Hakim bu epizodda oyunu davam etdirir. Onun fikrinə görə burada hər şey qaydalar çərçivəsində baş vermişdi. Emir Əmirxanov bir dəqiqə belə keçdi, mərkəzdə oynayır. İmran. Seyid Balayev. Təhsil. Hücum qurmağa çalışır. Tunar. İrəliyə doğru. Ötürmə İmran və qapçı. Bəli, burada qapçıya qarşı qayda pozulmuşdu. Emir Əmirxanov outdan yox. Komanda yoldaşına Murada ötürür. Əhmədov topu oyuna
daxil edir. Cavid. Kenan. Qapıya zərbə vurmağa çalışırdılar. Əks hücum Sumqayıt. Alınmır. Cavid. Qapıya uzaqdan zərbə top. Qapının yanından keçir və beləliklə ilk hissə başa çatır hörmətli. Futbol azarkeşləri qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyirli olsun hörmətli. Futbol azarkeşləri Sumqayıt təhsil görüşünün ikinci hissəsi artıq başladı. Sumqayıt mərkəzdən topu oyuna daxil edir. Kapitan İran oynuyor. Görüşdə bir gol vurulub. O da oyunun ikinci dəqiqəsində Yunis Oruçzadə fərqlənmişdi. Meydançanın digər hissəsində Neftçi Ulduz qarşılaşır. Əgər həmin oyunda keçisə baş verərsə Məsud qapıya zərbə indirir. Qapıcı Qabil. Həmin oyun keçisə bitərsə artıq bu görüşün də elə də böyük əhəmiyyəti qalmayacaq. Playoff məsələsi uğrunda gedən mübarizəyə görə bu cür qeyd etdim. Yunis istiqamətinə ötürmək keçmir. Cavid. Emir. Emir Əmirxanov fələki topladı. Allahcı fəndlərdən istifadə edir. Emir Əmirxanov yerdə qalır və hakim bu dəfə penalti təyin edir. İlk hissədə də Emirə qarşı bir epizodda qayda pozulmuşdu, amma hakim qapıya penalti təyin edir. Penaltini isə 11 nömrəli oyuncu Muhammed yerinə yetirəcək. Hakimdən işarə gəlir. Muhammed topa yaxınlaşacaq. Qapıya zərbə və top qapıda da hesab bərabərləşir. İkinci hissənin ikinci dəqiqəsində təhsil bərabərlik qolunu vurur. İkinciden zərbə ilə təhsil topu oyuna daxil edəcək. İçəriyə doğru ötürmək, topa doxunmaq mümkün olsa da təhlükəli alınmır. Qabil Həzizadə qapıdan zərbə ilə topu oyuna daxil edəcək. Otuz bir nömrəli qapıcı Rəsul. İrəliyə daha bir ötürmə. Yunis istiqamət. Yunis qapıcı irəli çıxır. Yunis topu qapıcının üstündən atmağı bacarmışdı və top daha sonra yenidən Yunis topu qapıdan keçirir. Yenidən Sumqayıt hesabda önə çıxır. Yunis Oruçzadə özünün və komandasının ikinci golunu vurur. İrəliyə doğru ötürmə qolla nəticələndi. Outdan ileriye doğru ötürmə. Cavanşir. Seyit Balayev. Kenan. Kenan. Topladı. Mehman top aldı. Yeniden Nizami topu Mehman'a qayıtdı. Mehman içeriye daxil ol qapıya. Zərbəsi fərq bir qədər də artır. Mehman Turluza. Oyuna sonradan daxil olmuş futbolçu topu qapıdan keçirir. Özü kazanmıştı. Nizami ile orada divar ötürməsi etdilər. Golun təkrarını bir daha izləyirik. Bu epizodda fiziki göstəricilərini işə salaraq iki rəqibin əhatəsindən keçir və bu cür gol vurur. Cəlmə zərbəsindən top oyuna birbaşa qapıya zərbə qapıcı Orxan Əliyev. Hakim ona qarşı Emir out atışını yerinə yetirəcək. Kenan. Emir. Əmirxanov ötürür.
Muhammed istiqamətdən amma irəliyə. Daha bir ötürmə izləyirik qapıcı Orxan. Əliyev vaxtında irəli çıxır müdafiəçi kimi. Bu epizodda çıxış edir. Hörmətli futbol azarkeşlər artıq görüşün sonlarına doğru gedirik. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Təhsildən 5 nömrə Emir Əmirxanov, Sumqayıtda isə ən yaxşı. Təbii ki, bütün uşaqlar meydana ən yaxşısı, amma rubrika sadiq qalaraq bir nəfəri oyunun ən yaxşısı seçirəm. Bu da Sumqayıtın 4 nömrə oyuncusu Mehman Purrızadır. Sağ olun, sağlam olun. Sumqayıtla yox.